Şok, şok, şok. Bir qara xəbəri diqqətinizə çatdırıram. Niyə qara xəbər deyirəm? Sən demə bu yayılan siyahı qeyri-rəsmi siyahıdır. Ona görə yəni yalan xəbəriymiş. Mənim sənət yoldaşlarım hansıların ki adları o yalan xəbərdə, o siyahıda var idi. Biz düşündük ki, bu yalan xəbəri yayımlayan səhifə adminini birləşib bir yerdə məhkəməyə şikayət edək. Amma mən də belə bir təklif irəli sürdüm ki, gəlin gözləyək bir neçə gün. Rəsmi xəbər görək yayılacaqmı, rəsmi siyahı yayılacaqmı? Yayılmayacaqsa o zaman biz həmin insanı məhkəməyə şikayət edəcəyik. Və yaxud yayımlanarsa rəsmi siyahı, orada buradakı müğənnilərin adları olmazsa yenə onu məhkəməyə şikayət edəcəyik. Və yaxud rəsmi siyahı yayımlanarsa, bu müğənnilərin adları yayılarsa, bunlara haqsızlıq belə olunarsa ki, məsələn, birinin adı gedir, birinin adına bayağı demirlər. İndi onlar bilirlər də, izləyicilər də bilir kimlər nəzərdə tuturam. Həmin janrı oxuyanın bir neçə onlarla müğənninin adı orada yoxdur. Onların adları olmasa, əziz efir kanalları, əziz kanallar, televiziya kanalları, bu müğənnilər bildirirlər ki, o zaman biz də müəllif hüququ ilə onların YouTube'larına bir çəki düzən verəcəyik. Gecəniz xeyrə qalsın. Amma mənim üçün bu pis xəbər olduğuna görə ki, mən istəyərdim ki, qadağa qoyulsun. Çünki mən özümə bir il əvvəldən qadağa qoymuşam. Bundan öncəki videomda da o qadağa qoyduğum videonu sizin nəzərinizə çatdırdım. Bu qədər. Gecəniz xeyrə qalsın, izləmədə qalın, gözləyək. Amma bir daha qeyd edirəm, o səhifə admini bizlərdən PR qazanan, sən biləsən ki, xəbər çıxmasa, bu doğru xəbər, rəsmi xəbər kimi çıxmasa, o zaman biz yığışıb hamımız səni məhkəməyə şikayət edəcəyik.